Bugün ne görsem yaxşıdır. Səhər bizim toyuğumuz itmişdi. Səkliyə girdik İbrahimgilin həyətinə. Ne görsem yaxşıdır. Toyuqdan başqa hər şey. Ne görsem yaxşıdır. Nəyə görə ürəyimizi çəkmə? Hələ fikirləşməyib axı. Yaxşı, bir qulaq as. Gördüm ki, təzə gəlin əlinə ip götürüb balaca uşaq kimi hoppanır. Hop, hop, hop. Olsun, ay sona! İdmanla məşğul olur ki, bədəni qəşəng qalsın. Hə? Onun havası qəşəngdir. Arığın biridir, çöp kimi. Saçlarını da əcinə kimi. Töküb çiyinlərinin üstünə. Vay, 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 vay! Bu İbrahimin gözü hara baxırmış! Qəribə adamdır. Küçəmizdə gül kimi qızlar olurlar. Bir elə bu sonanın qızı gedib yanı uşaqlı bir dul arvad alıb gətirib. Yəqin qız ona cavab eləyib. Hə, ola bilər! Vallah ola bilər! Yox, ay qız ofsumayıb onu, axı həkimdir. Həkimdir? Sona, sona! Qeybət qırmaqdan sağla bu düğünü arıtda! Ay gəlinlər, bəsli dedikodu elədiniz, səsiniz başıma düşür. Bir ona baxın, bak! Buna ne sözünüz var? Harda gördüm ki, gəlin toydan qabaq cəmaatın üzünə çıxsın, hə? Ay sona, bu istəkdir. Bir gün Mecnundan soruşurlar ki, Leylinin nəyinə vurulmusan? Cavab verir. Sen ona mənim gözümdən bax. Başa düşdün? Bunun fikri gəlim zamanlara gedir. Sonradan olsa hamısı çadıra gedir. Hələ toy olmayıb, qız oğlanın evində yaşayır. Buna ne sözünüz var? Ay sona, bu nə xəsiyyətdir səndə? Hər şeyə pis gözlə baxırsan. Ömrü bu küçədə keçirmisən. Gərək adətimizdən də xəbərdar olarsan. Bizim küçənin adamları həmişə xeyirdə də, şərdə də bir olublar. Bugün İbrahimin toyudur.